Gəldim, yendi aşağı. Sami ilə Ramil'də. Neyinsən orada Ramil? Boz ağacına baxıb görüb. Ayaqqabısı. Sami ilə Ramil də məndən gəldi. Dedilər, yox səni tək buraxmayacaq, sağ olsunlar. Və yendik buradan. Mən bilmirəm, yəqin ki bu maşın yolu bu dərənin içi ilə gedib də. Burada maşın yoluna oxşayan bir şey olmuyor. Yol hardan gəlib bura? Amma bilirəm ki Musa dayının burada maşını vardı. Sonra bir dənə kim idisə Zaporojisi vardı burada deyəsən. Əziz kişinin səhv eləmirəmsə, mən görməmişəm, eşitmişəm. Mən çox uşaq olmuşam, bu kəndə heç vaxt gəlməmişəm. Birinci dəfədir ki, buralara gəlib çıxıram. Ancaq yuxarıdan bax, oradan keçib, Qoşdaşın üstü ilə atlamışam. Navlı bulaq çiyələkli dağlanan tərəfə. Burada da bir qoz ağacı var, yəqin ki o vaxtdan qalıb. Üstdə də xeylaq qoz var, indi mən yorğunam, qoz da tira da bilmirəm. Amma kimsə gəlsə bilsin ki, burada qoz var, hələ aşağıda da bir neçəsi var. Yəqin ki, gedib yığa bilərsiniz. Burada Sami ilə Ramil'dir. Sağ olsunlar, mənə tək buraxmadılar, nə qədər israr elədimsə də, dedilər, yox, gedəcəksən. Mən də ehtiyat edirəm də, baxma, özüm heç bir də bax kimsə də özündən bir problemə soxasan. Belə, nisbətən fərqli bir təbiətdir. Yəni, mən biz tərəf, Qızılqaya tərəf nəzərdə tuturam. Gördünüz ki, bunların örüşü falan yaxşı olub. İnşallah yavaş-yavaş düşəcəm kəndə tərəfə. Kənddəki daha yaxında, bir 50 metr qaldı. O yandan keçmədim ki, orada çox kolkos var. Bu yan belə rahat görükdür mənə. Baldırğanlı kəndinin cəmaatı. Axır ki, mən də gəldim, bura çatdım.